Görək Azərbaycan manatı var. Bəli. Tapdıq. Macarıstanın paytaxtı Budapeştdən hər kəsə salamlar. Bura dünyanın ən məşhur turistik şəhərlərindən biri sayılır. Çalışacağım buranı sizə çəkib göstərim. Deməli, hava limanından 100E, 200E nömrəli avtobus gəlir buranın mərkəzinə. Və bu mərkəzdə bir yerdə otel bron eləmişəm. Birazdan gedəcəm. Və gördüyünüz bu möhtəşəm bina isə Aziz Stefan Bazilikası adlanır. Giriş biletləridir. Belə, bugün yaxşı, gözəl hava var. Gedim otelə paltarlarımı yerləşdirim. Sonra çıxacağım gəzməyə. Gördüyünüz bu möhtəşəm bina Macarıstanın dövlət opera binasıdır. Neo-Rönesans üslubunda tikilib. Budapeştin və eyni zamanda Macarıstanın ən böyük ikinci opera binasıdır. Burada başqa bir teatr binasıdır. Adı Yeni Teatr olaraq gedir və burada da tamaşaların afişaları var. Həqiqətən çox gözəl. Sanki film afişalarına bənzəyir. Bir teatr aktyoru kimi çox maraqlı gəldi teatrın içərisi. Ona görə keçdim baxmağa. Gördüyünüz burada tamaşadan şəkillərdir. Müxtəlif tamaşalardan. Və maraqlandım, soruşdum. Dedilər ki, mart ayının 1-dən etibarən hər gün tamaşalar oynanılacaq. Mənim üçün belə bir proqram da verdilər. Burada tamaşaların adı, saatı qeyd olunub. Ola bilsin, sabah vaxt eləsəm gələcəm. Bu da teatrın içərisidir. Gördüyünüz şəkillər də çox güman ki, aktyorların şəkilləridir. Hansı ki, mənə Bakıdakı gənc tamaşaçılar eyni zamanda Akademik Milli Dram Teatrını xatırlatdı. Və burada uşaqlar xatirə şəkili çəkdirdilər. Mən hostelə giriş elədim. Saat 2-də çekindi. Yarım saata içəri keçəcəm. Bu da oranın foyesidir. Gəlin sizə hostelin bufetini göstərim. Bura bufeti. Burada hər növ içkilər satılır bufetində. Və bu hostel üçün 3 günə görə 37 avro ödədim. Və məkan olaraq çox yaxşı yerdə yerləşir, mərkəzdə yerləşir. Hansı ki, buradan tramvay keçir, avtobus keçir və metroya çox yaxındır. Şəhər mərkəzinə də 1,5 kilometr aralıqda yerləşir. Bu gördüyünüz dünya xəritəsində də müxtəlif ölkələrin pul vahidləri həkk olunub. Görək Azərbaycan manatı var. Bəli. Tapdıq. Bu Türk lirası, burada Azərbaycan manatı və digər pullar. Hostelə veşlərimi yerləşdirdim. Biraz istirahət edəndən sonra çıxdım, gəldim. Burada belə bir market var. Qiymətlər də görürsünüz. Burada qeyd olunub. Hardasa bizim pulla 1 manat 60 qəpik bu krasan. Macar pul vahidinin adı forint gedir. Burada da görürsünüz 499 forint, yəni hardasa 2 manat 60 qəpiyə. Belə bir restorana gəldim və Macarların özünə məxsus olan yeməyi var. Gulaş. Ondan sifariş elədim. 1990 forintə, hardasa bizim pulla 9-10 manat edir. Balaca boyu sifariş elədim, hələ dadını bilmirəm necə deyə. Yeməyim də gəldi. Supdur, ət, markov və tərəvəzlər var içində. 6 avro hesab gəldi, 2260 forint. Onların pulu ilə 6 avrodan belə pulla. Digər pulda yəqin zəhmət haqqı, yəni servis haqqı kimi burada qeyd olunub. 10 avro verdim. Pulun üstünü dedi biz avro ilə yox, öz pulumuzla qaytaracağıq. Belə yemək haqqında fikirlərim çox da fərqli bir dad deyil idi. Yəni bizim həmişə yediyimiz ətli sut kimi idi yəni. Amma çox dadlı idi. Gəlsəz bura mütləq şəkildə qulaşdan yiyin. Qulaş hörükləri. İndi gedək görək nə var, nə havada qaralır. Gördüyünüz burada Macarıstanın parlament binası deyə adlanır. Avropanın ən qədim yaşayış məskənlərindən biri olub bura. İndi parlament binası kimi fəaliyyət göstərir. Eyni zamanda muzey kimi də fəaliyyət göstərir. Gecə görüntüsü çox maraqlı. Bu gördüyünüz isə Dunay çayıdır. Hansı ki, Türkçədə Tuna çayı deyə keçir. Düz parlament binasının qarşısından axır. Belə gözəl bir mənzərə yaratır.
Turistlər üçün ən çox gəlinən yerlərdən birisi məsələ buradır. Parlament binası və biz hal-hazırda Budapeştenin Peşte tərəfindəyik. Digər tərəf Buda tərəfi adlanır və o yanda Buda qalası və bir çox tarixi qala mövcuddur. Binanı bir də belə yaxından çəkim dedim. Doğrudan da çox hündürdür. Hündürlüyü 96 metrdir. Belə deyərdim ki, bir stadion hündürlüyündədir. Və bizim ilk qarşımıza çıxan Bazilika 96 metr hündürlüyündədir. Bu da ikinci ən böyük binasıdır. Belə gəmi turları təşkil olunur, hansı ki parlament binasının önündən keçib Dunay çayı boyunca gəzdirir sizi. Gördüyünüz burada Budapeştin əsas simvollarından birisi sayılan tərcümədə zincirli körpü deyə gedir və bu körpü Buda ilə Peşti birləşdirən ilk vasitədir. Yəni bu körpü olmadan əvvəl Buda ilə Peşt arasında birləşdirən heç nə yox idi. Bu ortadan Dunay çayı axırdı və bu körpü sayəsində qarşı tərəfdən digər tərəfə keçmək mümkün olurdu. Burada Buda tərəf sayılır. Biz körpü ilə keçdik. Budapeştin digər tərəfinə, hansı ki buranın adı Buda sayılır və yuxarıdakı da Buda qalası. Hər vaxtınız xeyir dostlar. Budapeştdə ikinci günümdür. Oteldən çıxdım. Bugün biraz hava yağışlıdır. İnternetdə araşdırdım. Dünyanın ən gözəl kafesi, ən məşhur kafesi dedilər. Budapeştdə yerləşir. İndi gedirik ora. Gördüyünüz bura New York kafe. Dünyanın ən gözəl kafesi olaraq adlandırılır və qarşısında da növbə var. Avropada hər yerdə bu növbə mədəniyyəti var. Cərgə ilə düzülürlər və növbə ilə restorana giriş edirlər. Keçə görə içəridə qiymətlər necədir, içərinin dizaynı necədir? Burada sizə qiymətlərlə tanış edeyim. Deməli, belə bir dəst 37 avroya, 67 avroya, 24 avroya. Kofelər, cappuccino misal üçün 12 avroya, latte 12 avroya. 12-15 avro arası dəyişir. Burada da belə səhər yeməkləri var. 18 avroya, 15 avroya. Burada belə bir suplar var. 12 yarım, 13 yarım. Qiymətlər təqribi belə dəyişir. Özümə belə bir latte sifariş elədim. Bura Peştanın mərkəzində yerləşir. 1894-cü ildə tikilib. 20-ci əsrin əvvəllərində sənətçilərin görüş yeri idi. Bir çox sənətçi, şair, yazıçıya ev sahibliyi etmiş və ziyalıların sığınacağına çevrilmişdi. Bugün daha çox turist populyarlığına malikdir desəm, doğrudan bir yanılmaram. Həqiqətən gördünüz ki, qapının ağzında nə qədər adam var idi və bura içəri keçib ən azından bir şəkil çəkdirmək üçün növbəyə dayanmışdılar. Mən də bir latte sifariş elədim, üzərində 24 karat qızılı olan. Uzun sözün qısası, burada oturub bir kofe içmək mənim üçün qeyri-adi bir xatirəyə çevrildi. Belə maraqlı bir məkana gəldim, oradan çıxıb. Bura azarkeşlər üçün olan bir pubdur. Formalar görürsünüz, imzalı formalar.
Gördüğünüz bura Matias kilsəsi adlandırılır. Və buradan şəhərin çox gözəl mənzərəsi görünür. Göstərim sizə. Gəldiyim körpü qarşıda görünür. Bayaq hansı ki yanında olduğum bazilika, şəhərin mərkəzi buradan belə gözəl görsənir. Burada dünən getdiyim parlament binası qarşı tərəfdən belə qəşəng, işıqlı, mənzərəli görsənir. Birazdan mən tamaşaya girəcəm baxmağa. Həmişə istəyirdim ki, xaricdə olanda hər hansı bir ölkədə bir tamaşaya baxım. Düz dillərini başa düşməsəm də, amma broşura verdilər və orada oxudum az-çox bu tamaşa barəsində. Ümidvaram ki, maraqlı bir tamaşa olacaq. Mi a fontosabb? Alkalmas vezetője legyen az országnak, vagy... Nem láttalak titeket már mióta? 3 hete? 3 hónapja, de nem érdekes. Nem tudtál volna legalább úgy tenni, mint aki meglepődik? Én nem tudtam. Sűrba vissza. Həqiqətən xoşuma gəldi doğrudan da. Dillərini başa düşməsəm də aktyor oyunu çox gözəl idi. Nə bilim, effektlər həqiqətən çox gözəl idi. Tamaşanın əvvəlində bir monitor var idi. Hətta sanki kinoya baxırmış kimi bir hiss yaratdı insanda. Ümumi olaraq fikrim bəyəndim, əla idi. Və ən sonda hardasa 4 dəqiqəyə yaxın, bəlkə 4 dəqiqədən də çox tamaşaçı dayanmadan aktyorları alqışlayırdı. Yəni bu həqiqətən möhtəşəm bir şeydir. Mən bu gün qayıdıram Budapeştdən, gedirəm Viyanaya. Mikrofonumun zaryadkası bitib. Onun üçün də başqa bir kabel lazımdır. Görüm tapsam zaryadkaya qoyacağam və çalışacağam ki sizlərə Viyanadan da videolar çəkim. Bu qədər dostlar. Sağ olun. Videonu bəyəndinizsə kanala abunə olun.